Salam dostlar. Necəsiz? İndi bəzi şeylərdən danışacağım sizə. İndi gedək toyuqları bayra buraxaq. Bu gün heç bayra çıxmayıblar. Girib içəridəki şeyə baxım, kürtəzədə. Sonra bunları çəkim, yoxsa bunları dancaqda. Yenə bura yumurtlayıblar. Bu aralar toyuqlar yumurtanı kesiblər. Hər gün bir dənə yumurta alıram. Baxaq, bir gün nəsə yumurta olacaq. Fənarı da alım. Burada var mı? Yoxdur burada. Yuvalara baxaq. Burada da olan axşammış yumurta. Üstə baxaq. Heç orada da yoxdur. Yenə bir günlər bir dənə. Qazlara baxaq, sağdılar mı? Sağdılar. İndi birazdan danışacağım sizə toyuqcan açandan sonra bəzi şeylər haqqında. Bunlar da bıraxsın, çıxsınlar. İndi gedək kürtə baxaq. Bir balası çıxmışdı axırıncı dəfə. Diğeri de yarım tam başı çıkmıştı bir tane. Əzilib tökülüb ölməyib. İnşallah ölməmişdir. Sağ ol. Ha, sağ ol. Biraz kömək edeceğim. Sen git otur, çıkmak istemiyorum. Keçdə bu tərəfə. Ay eşek balanı əzdi. Öyle əzri. Kamera burada kalsın. Ben bunu yavaş yavaş biraz açayım. Şurada gözden koyayım. Bakın dostlar. Çok hoşum. Vaxt değil ama əzli tökülüb. Bakın burada böyle kan olur. Bunda oraları açmayın. Diğer yerlere bakın. Kan varsa. Kan olmayan yerleri açın. Kan gelene kadar açın. Yani kan olan yere kadar. Sonra yerden kalsın altında. Deme. Bu gaz biraz kanan gazdı. Başı düşür. Danışırdım. Diğerler kimi kanmaz değil. Bu ağdı diyesin. Ağ yumurta. Ağ balıdı. Bunun yüzü yağmurlu değil. Neyse bu tarafa şişen gibi biraz. Ağzı burnu eğri diye bunun elədir. Başına bakın dostlar. Eğridir başı. Bu kan başka dostlar. Buna fikir vermeyin. Başı eğridir. Dimdiği eğri. Başı eğri. Burası şişkadır. Burası düzdür. Kvadrattır. Dimdiği eğri qalıb. Bu necə qazdır? Her şey normaldır xanım. Qaldır altını. Qaldır özü. Qaldır da. Əzib öldürme. Ay. Kıçlarım kırıldı. Ellerimle sildim. Kaslarla bakacağım böyle. Gel çıkaq. Bakır deyəsən balalara. Erkek ilandır.
Eşek. Sen geç bala bir yanına. Gaz balaları gözlüyor. Az da olsa baxır axı. Baxmamazlıq eləmiş. İşığı da söndürüm. Buradan gələn toza bax. Çıxan daha doğrusu. Toyuq da burada dəli olur. Bax bunda nə ölüb nə qalıb. Sağda balalar. Köş dişləyir əmi. Bunları yerbəyer eləyim. Səni də çıxartacağım balalarına. Biraz eşirəm. Gedin bunlara baxım, qarğa aparar. İndi sizə toyuqcuları yerlərini salır. Sonra danışacağım şeyi, danışmalı olduğumu. Burada da belə kartof qabıqları var. Onlardan yeyirlər. Qazılmış qola. Bu arada bu hinduşka bunu döyürdülər yəni. Döyürdülər deyəndə bir dənə. Ano bu qırmızı xoruz bu döyürdü. Bunu dünənləri başa saldı erkek hinduşka. Şortu attım, indi bilmirəm qoyacaqsa YouTube qoyacaqsa video short atmışam yəni, qoyacaqsa bilmirəm YouTube'un onu qoyar yəqin ki. Çünki dava videolarını çox vaxt qoymur. Qoymasa biraz sticker qoyub atacağım. Ördəklər biraz çox yox, bir 10 gün belə böyüsələr, 15 gün artıq analarının yanında qala bilər. Yəni ana burada qala bilər. Artıq baxın böyükdülər. Amma ki yenə də qorxu var. Qarğa kəsə bilər başın. Bu cücələr buradan çıxartmaq zülümdür mənə. İşgəncə. Hələ də ki tək vapşim işgəncə, zülümdür. Bu hinduşkalar da bayra çıxartıldı. Qızıllar birdən-birə. Kimə gəldi döyə gəzirlər. Mesela bir tane videonu saxlayıb bunları salam, yoxsa mümkün deyil bunları salmaq belə. Mən dostlar çıxartdım, qazları da çıxartdım. Anana balasın. İndi baxın, baxacaqsa bunlara. Bunların qapısı bağlıdır. Açım girsinlər içəri. Getdilər bağa. Qarğı gəlmədən sürüm yerlərinə geçsinlər. Şimdi bunları bir kovala girsinler yerlerine. Balalar anadan biraz soyuq kimi gəzir, yəni aralı gəzirlər. Elə bir ana bunların deyil. Belə olanda ana da bunlara baxmır da. Balalar artıq öyrəşiblər. Neydi adı? Ot yeməyə, ot yeyirlər artıq özləri, baxın. Bunları mən necə salacağım yerlərinə. Bir dənə qalıb deyəsən bayırda. Qazlar da getir, anasından önce düşür. Bir dənə qalıb. Play mode. Harada deyə baxın, toyuq cücə.
Diğerleri de çıxdı indi. Şşt, 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 şşt. Ay vay. Hara çıxırsan? Şşt, şşt, şşt. Şşt, 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 şşt. Diğeri girdi. Elə özüm sıçdırıb onu əlinə tutacağım. Buralardadır. Dağ. Ayda tutamadım. Bir kurukla bunu tut. Koy girsin bir yere. Tuttum. Sen ağıllısan ben seninle de ağıllıyım. Eşeği getirmişesi. Kaçtı. Gir içeri. Geç. Şşt. Çekmirlər ayaqlarını, sonra da ayaqları arada kalır ayaqları. Qazlara baxaq, qazlı ballar ara getdi. Su içirlər. Qoy içsinlər. Anası da orada çinmək istəyir. Qoy sürüm analarının yanına, anasını sürüm ballar yanına. Ha size. Bunu şeyde açtım. Hinduşka danışacağım şey hinduşka balıklıydı. Hinduşka nenemden alacaktım 5 tane. En baştan danışım. Nenem bir tane toyuq kürt koymuştu. Altıda bilmem neçə yumurta. Toyuq bir həftə 10 gün qalmış durdu ayağa. Yəni yumurtalardan oturmadı. Nənəm də o yumurtaları hinduşka mənə verəcək hinduşkanın altına qoydu yumurtaların yarısını. Yarısındakı sizə keçən videolarda göstərdiyim qaz var idi. O da kürt oturmuşdu o vaxt. Onun altına qoymuşdu. Sonra qaz sındıranda yumurtaları alıb qoydu hamısını hinduşkanın altına. Sonra yarısını yoxladıq. Lox çıxdı, yəni ölmüşdü balalar içində soyuqdan. Yarısındakı bala var idi. Saxladı hinduşkanın altında. Keçən videoda göstərdiyim hinduşka açdı. Bilmem neçəsini əzib öldürüb ikisini üçündü. Sonra mənə verəcək hinduşkanın yumurtalarını bir gün yoxladıq. O da çıxmağa başlamışdılar. Biri çıxmışdı. Onun da bilmem neçə yumurta qoymuşdu. Bilmem 11'dir neçədir. Dəqiq belki də 13 belə. Dəqiq bilmem yumurtalarını sayın. Axı biri çıxmışdı. O yumurtaların da hamısı boğulub ölmüşdü. İndi 5 dənə bilmem güclə çıxar. Cücələr olduğu üçün rahat yatamayıb. 6 bala olduğu üçün. Bala olanda hinduşka biraz çox kurdalanır yuvasında. Ayaq üstə dayanır. Balalar əzilməsin deyə biraz. Bunda bilmem soyutub mu yumurtalar nə olubsa. Hamısı yumurtaların içində boğulub qalıblar. 5 dənə deyəsən sağ idi. Qalan hamısı boğulub ölmüşdü. İndi üçü sındırmışdı, dem vurmuşdu yani. Biri çıxmışdı, biri də ki hələ tərpənirdi amma sındırmamışdı. Elə çıxacaq balalar 5 dənədir. Mənə verirsə o 5 dənəni hinduşkanın özü üçün balıq alan deyil. İndi bilməm mənə verəcəksə verəcək məncə. Böyük ehtimal. İndi video çəkmişdim. Nənəmin hilini gizlincə. Yəqin gözdəydi. Çox nəfər izlədi o videonu. Yaxın gözdəydi. Həm də ki nənəmin qazı çıxıb gedib bayra arx kanal, yəni balaca arx. Orada birin, yəni balalarını alıb çıxıb gedib, ikisi ölüb. Yəni birini su aparıb mı, birini də nəsə
yeyibmi, tam bilmirəm. İkisi axı ölüb. 2 bala qalıb. Gözdəydi, çox gözdəydi. Yenə çəkməyimi istəsəz çəkən deyiləm, çünki qorxuram birdən izləyərlər. Çünki televizorları YouTube var və bu televizorda kanalıma abunədir, videolar çəkdiyimdə ora gedib düşür, yəni televizorda çıxır abunə deyəcək ki, bu mənim toyuqlarım deyilmi? Sonra işə mən düşəcəm, buna görə çəkən deyiləm daha. İstəsəz yenə o videonu güclə çəkmişdim. Ondan sonra da nəzər dəydi. Hinduşkaları çıxmadı. Qazları öldü. Sonra hinduşkası çıxartan hinduşkası balalarını tapdalayıb öldürdü. Çox şey oldu o videodan sonra. Daha çəkən deyiləm video. Nənəm də biraz nəzərdən, gözdən çox qorxur. Nəfisdən yəni. Buna görə də həm çox qorxan adamın da heyvanları veya heyvanlar olmasın, hər hansı bir şeyi tez gözə gəlir. Gözdən özünü qoruyacaqsan, amma ki lap elə də yox. Məsələn güzgüdə baxırsan, məsələn heyvanlara baxırsan, özünə baxırsan yəni güzgüdə. Məsələn maşallah deyin, qurtardı. Başqa ondan danışma, bundan danışma. O söhbət açma, belə çox üstünə gedəndə nəzər gəlib tutur. Maşallah qəşəng qazlardı. Belə yəni. İndi mən nəzərdən qorxsaydım videoda çəkən deyildim. Nənəm kimi qorxsaydım daha doğrusu. Qazlar da 3 günlükdür yəqin bunlar, dəqiq bilmirəm. Artıq otlamağa, yem yeməyə, yem çox da yemirlər axı da. Az da olsa yeyirlər. Biraz özlərini gəliblər axı gəzə bilirlər. Amma ki digər qaz bir həftəlik idi, amma ki nə yem yeyə bilirdi, nə su içə bilirdi, nə ot yeyə bilirdi. Elə bil ki tezə çıxan qaz balasıdır. Bunlar maşallah, maşallah yaxşıdırlar. O da ki ac qaldı mı, yemədi, buna görə öldü, dəqiq bilmirəm. Yo, anası əzəb öldürmüşdü onu. Belə oldu. Mayın axırına, iyunun əvvəlinə mayıfka gilasları yetişir. Baxın. Mayıfka billəri, yəni gilaslar çox tez qutaracaq. Bəlkə də 3 günə belə, 3-4 günə qutararıq gilası. Yoxsa əvvəl 20 günə belə qutarırdıq. Çox olurdu. 20 gün olmasa 15 gün olsun, çox geç qutarırdı yəni. Bu il tez qutaracaq. Gilas yoxdur heç ağaclarda demək olar ki. Burada üzüm suyu yığmışdım, qalıb burada. Atacağım yəqin ki bunu yadımdan çıxıb indi gördüm. Bu cücələri versəm görəsən inkişaf edirlər bunu. Belə bankada yarısından yığmışdım. Hardan yığmışdım? Buradan gəlirdi, bir də ki buradan. Kesmişdim deyə ucundan tökülürdü. Anası gedir, balalar qalıb. İndi biraz ağla gəlib, çox az balaların gözləyir. Yoxsa əvvəl dəli kimi çıxıb qaça gedirdi. Balalar heç vecnə deyildi. Balaların da vecnə deyil ki anaları. Kefinə düşəndə gedir, kefinə düşməndə öz üçün su içə, yeməyə, ot yeyə. Aylanırlar özləri üçün. Qarasını elə bir biraz soyuq oldu. Qanatların saldı aşağı. İndər. Vay. Sarskı da az qalıb. Neysə, əgər bu il, nə dedim? Qazdan daşıdım. Qaz əgər baxmasa balalara, baxım, digər ana qaza verəcəm, balalarını qarışdıracağım. Nə biləcək, hansı öz balası hansı deyil. Qarışdırıb verəcəm. Siz də gedin ananızın yanına. Mıni it bələləri. Çox şirindilər. Çox şirin deyirlər, baxın.
seni, görürüm seni. Aman aman, it böylesi. Gözürdeki nedir? Git. Anamız sizi gözür. Dostlar, deyirəm ki, bu erkek qaz baxmıraq balalara niyəsə. Bəlkə deyirəm ki, o erkek qaz bala olan vaxtda atası itlər aparmışdı onu. Doğulmamışdan əvvəl itlər aparmışdı. Buna görə bəlkə deyirəm, ata üzü görməyib deyədir, atalıq nədirsə bilmir. Gedin ananızın yanına. Bu arada bir çiver erkek kürt olmamış qazı satıram. Kürt olmayan qazı. O qazdaki çox yaxşı qaz. İldə 2 dəfə yumurtlayıb kürt oturur. Bu illər yumurta çatmadı ona. Yəni yumurtaları payladım. O qaldı yumurtasız. İldə 2 dəfə oturur. Mən qazları ləğv edirəm deyə satıram qazları. Yaxşı saxlayardım o qazı. İldə 2 dəfə yumurtlayıb kürt oturur deyə. Başqa nə deyirdim? Qazları ləğv edirəm. Bəlkə yerli qaz alaram. Amma ki, məsələn, bəlkə yox, bunlardan saxlasam, yəni erkek çıxsa balalarına baxacaq. Çünki nənəmin erkek qazı mənim qazlarımın balası idi. Bəlkə də elə bu qazın balası idi. O balalarına baxır. Dişisinə də baxır, balalarına da baxır. Konfetləri kim atıb yerə? Neyse, qalsın burada. Düşdü biri. Anası da uzaqdan uzağa balalarla ilgilənir. Yem yeməsələr belə ot yeyirlər çoxlu. Ayda bunlar anası baxsaydı yaxşı, qorxuram birdən qarğa gəlsə, anası çıxıb gedər. Balaları qarğa aparar, mən digər işlərimi görərdim. Cücələr də maşallah böyüyüblər. Ördəyə baxan nə boyda olub maşallah. Dana boyda olub. Limonun balaları da bu 2 dənədir. Burada da istəsəz satdıq xoruzlar var bunlardan da. Baxın, biri bu, sonra hansı? Sonra biri bu sarı xoruz, bu. Sonra biri bu. Bu boz kırmızı kimisi. Sonra biri de bu. Bu da xoruzdur. Sonra yine olmalıdır. Bağcılardan çoxsu xoruz çıxıb. Var xeyli xoruz istəsəz. Biri bu qara, böyüklərdəndir bu. Yeraltı qarışığı olan. Qiymət qoymamışam bunlara. İstəyən olsa razılaşarıq qiymətdə. Buradakı qiymətini deyərəm. Bir fikirləşib. Toyuq satmayacağım, çünki toyuqları özüm üçün ayırıram. Ayağı niyə qanlayıb? Bu heraltılar çox dolaşır. Həddən artıq çox dolaşır. Baxın, bu ağ cücə, yəni o da xoruzdur. Atası heraltı olub. O da çox dolaşqandır. Onu da özüm saxlayacağım. İndi özüm üçün saxlayanları sizə deyim. Bir bu qaradır.
xoruz olaraq. Bir o ağdır. Sonra bir də ki bu. Bu çil-çil. Bəlkə bu limonun balası xoruz olsa onu da xoruz olaraq saxlayacağım. Amma ki toyuq olsa yenə də qalır. Baxın qazlara nə qəşəng. Anasına baxır. Anası baxır daha doğrusu balalara. Burada qəşəng ot bitib. Ayaq değməyən yerdir. Palatkanın altı. Qəşəng ot bitib. Bu nədir görəsən? Əvvəli idi, zəhərsizdir görəsən. Nəsə verirəm. Bismillah. Ölməyin. Buradaki ot qədərinə baxın dostlar. Bu xoruzun tipi yəqin böyük olacaq. Bu balacalardandır. Qırmızı bozu. Ama bu ağdaki böyüklərdən də balacadır pipi buna baxanda. Bu yəqin yekə pipi olacaq xoruz. Öz toyuqlarımın balaları olmalıdır bu bozu. Ördəklər çox sevir otu əsasən. Yəni çox yeyirlər. Yəni əvvəli nəticə qalıb. Zaretka 5% qalıb, çox azdır. Hər an sönə bilər, hər an sizinlə sağollaşa bilərəm. Az qalsa zaten özüm sağollaşacağım sizlərlə. Çiletka və damar otu əsasən bunlara daha yaxşıdır. Damar otu budur. Baxın bunlar damar otudur. Bunlar bildiniz siz məncə. Bunlar da yaxşıdır. Bir də ki söyüd yarpağı aspirindir. Söyüd ağacının yarpağı. Başqa xurma ağacının yarpağı. Bu yediğiniz xurmalar var ya, yekə sarı rəngdə olan. O xurmaların yarpağı. Karıştırıp bir suya verin. Doymadınız. Yeni istiyorsunuz. Bakın xırdotlardan vereyim. Cüceler daha rahat yesinler. Üf, bu ördəklərdən nə pisin gəlir. Bu dövrlərdə çox gəlir belə inlər bunlardan. Ay bax oldum. İndi gəlib çatdı bunların indi mənə. Bu aralar qalın tüklər çıxartdığı zamanlar çox mundarin verirlər. Özlərinə xas bir qoxusu var. Eyni qoxu gəlir hamısından da. Bu yaş dövründə qəribə bir qoxu olur bunlarda. Otlar biçildi elə bir burada. Yoxa çıxdı otlar.
Bu arada hündüşkaları da gətirsəm əgər çəkəcəm videoya. Onları da evdə saxlamaq fikrim var, korobkada, işıq zad qoyub içində. Hindi qəti saxlaya bilmərəm. Çox həssas heyvanlardır deyə. İndi gətirsəm çəkəcəm videosunda, evdə olacaq. Gətirmə ehtimalım çoxdur. %70% gətirə bilərəm. Gətirsəm belə 5 dənə gətirə bilmərəm məncə. 3 dənə belə gətirə bilərəm bəlkə, dəqiq bilmirəm. Bəlkə də verir 5 dənə. Nənəmdən mən belə baş çıxarta bilmirəm. Necə, nə deyirsə. Bir sözü elədir, bir sözü belədir. Bir sözdə dayanmır yəni. Lan burada başlıqlar üstüme kapıdan attım. İçeriye ot biraz var yesin diye. Baştan biraz burada katım. Otu biraz sokum içeri çıkıp düşmesin. Tez buradan attım içeri otu. Ay, rahat oldu biraz benim için. Qazlar da suyum yerlerine. Qazın baxın boğazı şişdi. Yəni ki ot yeməkdəndir bu. Bu tarafa geç. Afrikalar da bunun altında qalıb, üstün bağlamışdım, yağış yağırdı deyə. Buna görə qaldı. Belə nəm kimidir, buna görə almamışam. Düşdüyü yerə bax bunun. Çıkabileceksin. Bir kahısımı koymuştum. Bu arada kahı ve keveri ektim. Yok bu kahı tumu değildi, kever tumuydu. Kahı ve kemeri ektim çünkü vakti geçirdi yadımdan çıkmıştı. Dönen vaxt yadıma düşmüşken ektim. Birdəki biraz 4 dənə stil badımcan ektim. Var idi. Hem badımcanların bir ikisi de ölmüştü. Hem aralarında boşluq var idi. Daha sık ektim. Ne olar deyib. Çıxsa bizimdir, çıxmasa qara torpağın. Toyuqlar da qapının ağzında dayanır. Qapında çıxmaq çətindir biraz. Balalar da getmirlər ananın yanına. Getmə. Video dayandı. Sizinle burada sağollaşım çünkü saat qasa tutardı. Az qalıb son faizli. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik.